Eşidirsən Ceyhun? Mən dayıca ayılmışam. Sənin qabağında qoyun yoxdur. Əvvəlki o saf türkan yoxdur. Bildim day Türkan, bildim. Bir dəqiqə sakit dur, vəziyyət başqadır. Tamamilə başqa bir tema var. Nə tema? Dedim maşını aşırtmışam. Gecə ilə borc xərc elədim. 15.000 tapıb verdim sənə. Sonradan bildim ki, yalandır. Elə bilib bilmədən danışırsan ya. Asla xəyanət eləməmişəm, bir şey eləməmişəm. Bu dəfə tamam fərqli bir temadır. Sənin o temalarını bilirəm də mən. Dedin nənəm iştirafına düşüb, qızıllarımı satdım verdim. Sonra bildim ki, o da yalandır. Ay Türkan, bu dəfə işləndə özündə pis olasan. Bu tamam başqa bir temadır. Hə safam da mən, ağlım kəsmir, uşağam mən. Bu qədər yalanlarından sonra inanacam sənə. De görüm nə temadır, denən. Dünən gecə saat 12-də Aha, 180-la çeşkanın altına girmədinmi? aha. Heç nə, həkim gecə ilə saldı renginə, 10 bam qolum, hər yerim sınıq-sınıqdır. Həkim dedi 2 dəqiqədən artıq ayaq üstə dursan, öləsən. Sənə qurban. Azma demirləmə. Nə deyir, həkim neyinəmək lazımdır? Necə cəldək səni? 5.000 olsa əvvəlki şok Ceyhunun yoluna bir təmiz ispisat olmuş. Qoy görüm 5.000 tapa bilirəm. Konturun yoxsa o parko, ağ sakat, telefonu... Alo. Ay Fatı, mənə 5.000 pul lazımdır. Az yox nə Ceyhun, özümə lazımdır. Hə, at kartıma nə olar verəcəm, mən sənə qaytaracaq badın, narahat olma. Yaxşı da olay. Hələ səni qorxutmaq istəmirəm, tabanımda bilirsən nə çıxıb? Nə çıxıb? Yazma. Nə?